Salam. Bugün yalnız bir dövlətlə quru sərhəddə malik olan dövlətlər haqqında məlumat verəcəm. Papua Yeni Qvineya İndoneziya ilə quru sərhəddə malikdir. Şərqi Timor İndoneziya ilə quru sərhəddə malikdir. Cənubi Koreya, Koreya Xalq Demokratik Respublikasına quru sərhəddə malikdir. Sonra Qatar, Səudiyyə Ərəbistanına quru sərhəddə malikdir. Burada Lesotho, Cənubi Afrika Respublikası ilə quru sərhəddə malik olan dövlətlərdən. San Marino və Vatikan İtaliya ilə quru sərhəddə malik olan dövlətlərdəndir. Portuqaliya İspaniya ilə quru sərhəddə malikdir. Həmçinin bu hissədə Dominikan Respublikası ilə deyirik ki, Dominikan Respublikası ilə Haiti adasında yerləşən Haiti dövləti quru sərhəddə malik olan dövlətlərdəndir. Əlavə belə bir məlumat vermək istəyirəm ki, deməli, bir də Monako var burada. Monako da Fransa dövləti ilə quru sərhəddə malik olan dövlətlərdəndir. Bir də anklav, subanklavlardan danışmaq istəyirəm ki, anklav yalnız bir dövlətlə əhatələnmiş dövlətlərə deyilir ki, buna Lesotho-nu misal göstərmək olar. Lesotho Cənubi Afrika Respublikası ilə hər tərəfdən Cənubi Afrika Respublikası ilə əhatələnmişdir. Həmçinin deyə bilərik Vatikan da İtaliya ilə hər tərəfdən deməli quru sərhədindən malik olan dövlətlərdən. Bundan əlavə subanklav var. Subanklavlarda bir tərəfi bir dövlətlə sərhədlənir, digər bir tərəfi ilə isə dəniz və okeanla sərhəddə malikdir. Məsəl üçün burada deyə bilərik Portuqaliya İspaniya ilə quru sərhəddə malikdir. Yalnız deməli qərb tərəfi isə okeanla sərhəddə malik olan dövlətlərdəndir. Bir də Monakonu deyə bilərik. Fransanın cənubunda yerləşən cırtdan dövlətdir ki, bu da ki, bir tərəfdən Fransa ilə quru sərhəddə malikdir. Cənub hissəsi isə deyir ki, Aralıq dənizinə çıxışı vardır. Həmçinin eksklav dövlətlər var ki, bunlar məsələn Naxçıvanı misal göstərə bilərik. Dövlətin ərazisi, Naxçıvan ərazisi ölkədən kənardadır, başqa bir ölkənin daxilində yerləşir. Buna deyirik eksklav dövlətlər. Subekslav deyəndə isə subeksklavın da ölkənin ərazisi deməli başqa bir dövlətin ərazisində yerləşir, Naxçıvan kimi, amma bir tərəfi Naxçıvanın dənizə və yaxud da ki, okeana çıxışı olan deməli ərazi hesab olunur. Bizim dərsimiz bu qədər.